Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Aran Ağcabədi internet televiziyasına verilən məlumata görə, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Yelmar Atakişiyev tutulub. Belə ki, onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marihuana aşkarlanıb. Araşdırmalar zamanı Yelmar Atakişiyevin narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı Ağcabədi polis şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə adı çəkilən şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam edir.